Masonluq hər zaman insanların diqqət mərkəzində olan mövzulardan biri olmuşdur. İstər çayxanada sıravi vətəndaşlar olsun, istərsə də intellektual elitalar arasında düzgün və ya yanlış bu mövzuda bir çox fikir formalaşmışdır. Elə isə bu mövzularda biz araşdırma apararkən qarşımıza hansı kitablar və hansı önəmli mənbələr çıxır. Bu gün sizə iki kitabı əsas göstərəcəm. Birinci kitab, niyə oxumalıyıq? İkinci kitab isə qətiyyən oxumamalı olduğumuz kitab. Bəli, yanlış eşitmədiniz. Bir digər kitabı isə sırf oxumamağınız üçün sizə göstərəcəm. Gəlin ilkindən faydalı olandan başlayaq. John Dicke'nin Kardeşlik adlı bu kitabı Məndola nəşri Xronik yayınlarından türkçə nəşridir. Həmçinin rus dilli oxucular rus dilində də əldə edə bilərlər, çünki tərcüməsini görmüşdüm bir səfərində. Və əlavə olaraq təbii ki, ingilis dilində də oxuma şansınız varsa, ən yaxşısı orijinal dilində ingiliscə oxumağınızdır. Bu kitabda masonluğun əfsanələrindən tutmuş keçdiyi tarixi xronologiyanı bizlərə təqdim edir. Belə ki, burada Amerikanın qurucu atalarından günümüzdəki artıq ciddiyyətini itirmiş mason localarına qədər bir çox mövzulara toxunur. Bu baxımdan geniş, həm də tarixi araşdırmaya, mənbələrə dayanan bir əsərdir. İçərisində bir neçə mövzu ilə bağlı şəxsiyyətlərin portretləri və yaxud simvolizmlə dolu bu cür rəsmlər də yer alır. Bunlar da təbii ki, sadəcə görüntü olsun deyə kitaba qoyulmayıb. Bunlar da mətni dəstəkləyən önəmli materiallardır, vizual materiallardır. Yenə də göstərirəm kitabı sizlərə. John Dicke Kardeşlik kitabını mütləq əldə edib oxuya bilərsiniz. Daha sağlam bir fikir formalaşar sizdə. İkinci bir oxumamalı olduğunuz kitabı isə Sultan Məmmədovdan Masonluq Dünyanın Hörümçək Toru adlı kitabdır. Bunu da oxumuşam və antimason bir mətn olmağı hər nə qədər mənim üçün problem olmasa belə tutarlılığı baxımından çox ziddiyyətli, çox problemli bir mətndir. Bu kitabda mövzu üzrə oxumamalı olacağınız bir kitabdır.